Salamlar. Ümid edirəm işləriniz qaydasındadır. Neçə vaxt yox idim. Biraz özel səbəblər var idi. Bu da bəhanədir, amma yenə də. Bugün danışacağım mövzu. Bu arada mən giriş eləməliydim. Ümid edirəm işləriniz qaydasındadır. Mən Rasim. Bugün ayın 15-i, 13-cü ay 2025. Bugün danışacağım mövzu güzellik və xarici görkəm haqqında olacaq. Məncə son bu 10 ilin və yaxud 20 ilin, məncə son 10-20 il deyil, ümumiyyətlə bütün illər boyu, bütün bu insanlar var olduğu müddətdən boyu, bir neçə əsrlər boyu, əsasən də bu bir neçə əsrdir deyək buna, yəni ümumiləşdirək, bir neçə əsrdir insanların ən çox maraqlı olduğu, ən çox vaxt ayırdığı, ən çox pul xərclədiyi sahələrdən biri gözəllikdir. Söz deməyimə baxmayın, mən özümdə biraz videoya, kontentə uyğun olaraq, videonun adına uyğun olaraq biraz özümə baxma eləmişəm. Biraz baxım dediyim sözü biraz səsini düzəldirəm, başqa heç nə. Bunu da baxımdan saymayın, buna çox adamız baba jaketi deyir. Deməli, dediyim kimi ən çox mövzulardan, son illərin ümumiyyətlə ən çox danışılan mövzulardan biri isə uğurdur, uğur qazanmaq, puldur və gözəllikdir, xarici görkəmdir. Uğurla pulu bəzi adamlar ola bilər ki, soruşa bilərlər ki, bəs nəyə görə səhv, yəni bir yerdə qeyd eləməmisən, çoxdan deyə bilər ki, əgər uğur qazansan, onsuz da pulun olur, o elə deyil. Mənim fikrimcə elə deyil. Bunu gələcək mövzularda danışacağım. Çünki uğurla pul bir qaba qoyulan bir şey deyil. Bunu mən müəyyən qədər internetdən görürəm. Çünki bəzi adamlar var ki, Nobel mükafatı alırlar və yaxud Nobel mükafatına layiq finalist deyək, yəni Nobel mükafatına layiq görülənlərdən listəsindədir, siyahısındadır. Amma adamların yəni imkanı çox zəifdir. Hətta buna tarixdə çox örnəklər var. Tarixə o qədər güclü bilmirəm, ona görə çox söhbətlər girişməyəcəm. Amma eşitdiyim və gördüyüm qədərlə çox elm adamlarının və yaxud bilim adamlarının imkansızdan çox əziyyət çəkiblər. Hansılar ki, o elmi biraz siyasətə uyğun, biraz texnoloji uyğun istifadə edibsə, onlar normal yağ balı içərisində yaşayıblar. Və bir çox elm adamı da xəstəlikdən falan öldüyündə məncə çox adama aşkardır. Belə. Biz mövzudan çox yayılmayaq, keçək öz mövzumuza. Öz mövzum gözəllik barəsində idi. Və bu günlərdə insanlar, hətta müəyyən qədər insanlar dediyimə baxmayın, mən özümdə insanların təbiətində məncə doğulan, ona qoyulan xüsusi bir gözəllik ilgisi mi deyim, gözəllik istəyi mi deyim var. O məndə elədir. Gözəl olan şeylərə diqqətimiz daha çox cəlb eləyir. Daha çox şey çəkdirmək istəyirik. Daha çox post paylaşmaq istəyirik və özümüzü daha çox göstərmək istəyirik. O bizim təbiətimizdə var. Mən bunu məncə təbiət olaraq qeyd edirəm. Bəzi adamlar görürəm ki, çox gözəldir, amma bir şəkli yoxdur, ya və yaxud posta falan paylaşmaq. O adamlar həqiqətən alqışlanan adamlardır. Çünki bu ilgi olan, yəni demək indiki yaşamış dövr ancaq ilgi ilə, tıklama ilə, kommentlərlə, çox yaraşıqlı, çox falan belə, yəni hamı çünki bundan dopamin sağlayır da, buna dopamin ilə serotonin olmalıdır, səhv etmirəmsə. Həm dopamin verir, həm də serotonin verir, yəni bildiyim qədərilə. Səhv bilirəmsə düzəldir. Deməli belə, yəni bu dünyada elə adamı tapmaq çox çətin bir şeydir. Gözəlliyə və yaxud yarışa qaldıqda isə mənim fikrimcə biz bu mövzulara həddindən artıq dəyər və həddindən artıq fikir veririk. Bu bizi məncə geri salır. Və mənim fikrim budur ki, həqiqətən düşünən, həqiqətən fikirləşən və həqiqətən nəyisə araşdıran və yaxud həqiqətən nəyisə biraz oxuyan bir şəxs və yaxud bir kimsə buna o qədər önəm vermir. Okey, deyə bilərsən ki, Rasim, özüm biz bunları danışırsan, bəs indiyə qədər həyatında olan bir kimsə olsun və yaxud başqası olsun, gözəl olub mu? Gözəl olub, əlbəttə ki olub. Gözəl olan da olub, çox bir gözəl olmayan da olub.
Amma əlbəttə ki, hər bir insan istəyər ki, yanındakı gözəl olsun. Orası bir ayrı mövzudur. Amma bunu ilk yəni birinci qayda kimi onu qəbul etməyəsən. Bu münasibətdə də belədir mənim fikrimcə. Düzdür, mən münasibət uzmanı falan deyiləm. Münasibət ustadı falan deyiləm. Sadə bir insanam. Sizin kimi. Yox, arazda yox, əgər özünün sadə olmadığını və güclü egoya sahib olduğunu təxmin edən varsa, o başqa məsələ. O mövzuyu sonra qəyin edəcəm. Sonra toxunacam və ya sonra video çəkəcəm. Və gözəllik və yaraşıqla bağlı bir şey dedikdə, mən yaxınlarda müəyyən bir mövzu danışacağam. Bu, mən yarışmaya seçildim. Onun haqqında da kiçik məlumat verəcəm. Deməli, gözəllik yaraşıq. İş yerində, küçədə, sosial ortamda, diqqət çəkməyinizdə, daha çox uğurlu olmağınızda, daha çox başarılı olmağınızda, daha çox dinlənilmənizdə bu gözəllikdir, yaraşıqdır. Digər faktorlar çox böyük rol oynayır. Təəssüf ki. Çünki bunu ətrafımdan da görmüşəm, özümdən də görmüşəm. Çünki mən indi şükürlər özümə görə ortalama bir tipəm, özümə görə deyirəm. Kiməsə bir alt atmıram, kimisə şey eləmirəm. Özümə görə ortalama tipəm və bundan qabaq mən həmişə belə olmamışam. Mənə görə dəyişimlər keçirmişəm. Mən uşaqlıq vaxtı mən qəşəng olubsam, gəlmişəm Azərbaycana. Azərbaycan mühitdən düşmüşəm, çəkim falan çox artıb, bildiğiniz nələr bu var. Özünüz məncə Azərbaycanlılar məncə hamısı başlaydı. Azərbaycanlılar hamısı məncə başlaydı. Azərbaycanlılar başlayırsa, olsa mən alt yazı ingilis qoymamışam ki. Yəni gəldikdə bəlkə o da var. Niyə də olmasın ki? Belə. Sonra mən çəki almışam falan filan deyərkən universitet vaxtı biraz daha çox idmanla məşğul olmuşam, biraz çəki falan. Amma yenə o qədər belə diqqət çəkən və yaxud da yaraşıqlı birisi olmamışam sözləsin mənasında və yaxud da qızlar tərəfindən çox dəyərləndirilən birisi olmamışam. O dəyərləndirilən deyərkən, yəni daha çox diqqət çəkən və yaxud daha çox ilgi görən deyək də buna. Olub mu? Olub. Şükür Allah. Biraz olsa olub. Amma yenə də yəni bu mənim əsas məqsədim, yəni hədəfim bu olmayıb heç vaxt. Heç olmayacaq da. Çünki sözün əsl mənasında bu yəni daimi olan bir şey deyil. Düz həyatda daimi olan şeylər çox azdır. Onlar gələcək mövzuları danışacağam. Və həyatda bir-iki həftə yəni nələr dəyişir, nələr dəyişə bilir. Həqiqətən görmüşəm də və digər insanlarda görmüşəm, praktik eləmişəm və öz üzərimdə də görmüşəm. Bir-iki həftə insanların tamam həyatı sıfırdan birə və ya birdən sıfıra dəyişə bilir. Bu hər mənada keçərlidir. Yalnız gözəllikdə və yaraşıqda deyil. Gözəllikdə isə qaldıqda isə indiki dövrdə iki yolla gözəl olmaq və ya yaraşıqlı olmaq olur. Bunlardan birincisi necə demək olar? Birincisi əməliyyatla, yəni plastik cərrahla. İkincisi genetikadır. O da var. Amma nə qədər gözəl genetika olsa belə, diyetə tutmursansa, idman eləmirsənsə və ya başqa aktivitələr, sosial həyatın yoxdursa, yenə çirkin olacaqsan, orası 99%-dir. Mində biri də olur ki, həqiqətin genetikası super olur və heç nə eləmir, amma yenə də həqiqətin qəşəng qalır. O mində bir şəxsdir, onlara həqiqətin bir baxıb adam biraz qəribə ola bilər bəzən. Amma yenə var adamlar. İkinci isə idman, özünə baxmaq, təmiz hava həqiqətən. Siz bu günlərdə mən belə təmiz hava azlanıram. Sosial şəbəkələr çox sağ olsunlar. Bunlara çox vaxt ayırırıq. Amma mən inanıram ki, bunu çox mənfi məqsədlə istifadə eləməyəcəm və insanlara da bunun mənfi cəhətlərinə çox baş qoşmamalarını tövsiyə edərəm. Deyirlər ki, tövsiyə etsən, qalaqsan, nəsən, elm adamsan, nə bilim, professorsan, yox, professor deyiləm, amma yenə də. Bu mövzu məndə gözəllik haqqında bunu biraz bildik. İndi mənim necə bu yarışmaya daxil oldum, Best Model 2025 yarışmaya daxil oldum. Təsadüfən oldu. Şans demək olar oldu və şansı mən dəyərləndirdim. Bir dənə söz var, deyir ki, şans hər kəsin üzünə gülür, amma
Söhbət odur ki, şans sənin üzvü göndər, sənin cibində nə var? Söhbət odur. Mənim tanışım mənə atdı, Instagram post atdı. Belə-belə castingoda getdim, iştirak elədim, keçdim. Bəxtdən tanışım keçmədi, məni qəbul etdilər. Və getdim, iştirak elədim. Qoysam, əgər qoya bilsəm şəkillərdən biraz sağa sola, buralara bir yerlər qoyaram. Gittim, iştirak elədim və müəyyən bir yer tutdum. Yəni top 3-yə və ya top 1-yə düşənmədim. Heç vermədimi. Əlbəttə ki, hamı istəyir ki, top 1 olsun, amma çox da belə pis olmadım. Heç axıncı il olsun belə həqiqətən pis olmayacaqdım. Çünki maraqlı anlar oldu, maraqlı tanışlarla, maraqlı bir insanlarla tanışdım. Maraqlı bir-iki dənə çəkim oldu. Düzdür, fotoqrafda biraz problem yaşandı, amma yenə də canım sağ olsun. Maraqlı oldu, mənim üçün həqiqətən çox maraqlı oldu. Podiumda ilk təcrübəm oldu, yəni çıxıb gəzmək nəzərdə tutulur burada. Həqiqətən çox gözəl oldu. Belə. Məncə gözəllik haqqında, yaraşıq haqqında danışacaq çox şey var. Amma mənim deyərkən anamın telefonunun yeri dolur, 11 dəqiqə üçün danışıram. Yerdə ona görə qısa eləməliyəm. Yaxınlara bir hadisə oldu, bir həftədən qabaq çox diqqətimi çəkdi. Deməli, mən axşam gecə vaxtı idim. Gecə vaxtı evdə o böcək, yəni balaca böcəklər olur, gördüm ondan. Dedim ki, bəs qardaşım öldür onu. Qardaşım qayıtdı ki, öldürmürəm, dedim, niyə öldürmürsən? Və mənə cavab verdi ki, deyir, niyə pişik öldürmürsən? Həqiqətən çox gözəl cavab. Adama deyirdi, hə, deyə bilərsiniz ki, pişik insana zərər vermir, təbiətə zərər vermir. Böcək hansı ki, bizə zərər verə bilər. Amma lazım yəni pişik də zərər verə bilir. Böcəyin zərəri daha çoxdur. Onu deyə bilərsiniz, amma dolayı yolla o da ki, o böcəkdə hər hansı bir heyvanın və ya hər hansı bir hörümçəyin və ya hər hansı bir həşəratın qidasıdır. Biz onu ekosistemdə, yəni biz onu öldürürüksə, hər hansı bir heyvanın aclanma ehtimalı ola bilər. Misal deyirəm. Yəni bu sual həqiqətən çox gözəl idi, qardaşım mənə verdi sual. Həqiqətən biraz oturdum, fikirləşdim ki, yəni həqiqətən də bir böcəklə və bir pişik arasında nə fərq var? Çünki bizim pişiyimiz var, pişik saxlayırıq. Ona görə bir dəfə onlarla barədə danışacağam, yəni heyvanlar haqqında danışacağam. Məncə maraqlı olacaq. Elə pişiklə bərabər. Həqiqətən çox gözəl sual və burada bu sanki Friedrich Nietzsche'nin sözünə oxşuyur. Onun bir sözü var, deyir ki, əxlaqın standart qaydaları var. Hər kəs deyir, böcəyi öldürürük, lakin böcəyi öldürənə qəhrəman, lakin kəpənəyi öldürənə isə qatil, cəllad deyirik. Yəni, məncə bu sözlə videonu bitirə bilərəm. Özünüzə yaxşı baxın.